Yəni, bəzi adamlar var, insanların sənasına görə yaşayır. Yəni, nə deyər falan kəsmə, mən beləsəm nə deyər, maraqlı deyil nə deyər. Bizə maraqlı nədir? Allah Teala nə deyəcək bizə? Soruşacaq. Deyəcək, ey qulum, niyə elədin belə? Və görürsünüz, ammətun nəs, əksər insanlar belə yaşayır. Deyirsə, olmaz, haramdır deyir, görəsən insanlar nə deyər? Görəsən falan kəs nə deyər? Bizə nə deyərlər? Hələ eşitməmişəm ki, böyüklərdən kimsə desin ki, ay bala, biz belə elədik. Görəsən Allah bizə nə deyər? Yəni, belə tərbiyə olmadıq biz. Təəssüf ki. Yəni, bizim valideynlərimiz çıxdı Sovet dönəmindən. Allah'a rəhm etdiyi insanların valideynlərindən başqa. Təbii ki, illə mən rəhmə Rabbi. Rabbimin rəhm etdiklərindən başqa. Ola bilər hansısa bir övlad valideyn tərbiyəsində, ata, ana, İslam tərbiyəsində. Lakin az da olar. Biz cibimizdə talisman gəzdirən, nə bilim, 5 barmağa, 3 barmağa, oraya gedən, buraya gedən adam olmuşuq. Və Allah'ın rəhmətli qəndən var. Hər kəndin öz biri, aydındır, hərən öz yeri örgədilməmişik ixlasla, tərbiyə olunmamışıq elə. Lakin Allah bizə xeyir istəyib, əlhəmdülillah, bizə hidayət verir. Ya ona görə fikir ver o insanlara, hətta görərsən Allah'tan qeyri-ibadət elədiyi yerlərdən daha çox ehtiyat edirlər, onları daha çox nəzərə alırlar. Allah necə razı qalacaq, onu nəzərə almırlar. Və bəzən görürsən, elə şeylər eləyirlər ki, heç Allaha ibadətdə eləmirlər. Elə şiddətlə yanaşırlar ki, məsələyə, elə adətlərə, elə təqlidlərə əməl eləyirlər ki, onlar heç Allahın əmrlərində və qadağalarında elə ciddi deyirlər. Səbəb tərbiyə. Yəni, ixlas üzərində tərbiyə olmadığına görə.